Salamlayıram sizlərə, mən şəxsinə Zeydər Hüseynli. Günün 3-cü qarşıdurmasındayıq. U8 Respublika çempionatında Qarabağ və Cənub komandaları qarşılaşır. Günün daha bir mərkəzi qarşıdurmasıdır bu maç. Daha bir maraqlı oyunudur. Artıq Hakimin də start stili səsləndirir. Bəlkə komandalara uğurlar arzulayır və başlamaz Qarabağ komandasının 10 nömrəsi Ayten İsmailov hesabı açır oyunda. 1-0. Bəli, heyətlərlə tanış edəcəkdik sizi. Köhlən atlar bizdən sürətli şığıyırlar rəqib üzərinə, amma Cənub komandası çox çəkmir. Kapitanlarından cavab gəlir. 1-1. Heyətlərlə tanış edək sizləri Qarabağ komandasında. Deməli 2 Hüseyin Usubov, 3 Nihad Əlizadə, 5 Xəlil Xəlilov, 6 Tarıq Mustafa, 7 Said Abdullazadə, 8 İlqar Bəhmənoğlu, 9 Raul Cavad. Burada 7 nömrədən daha bir hücum həmləsi. Lakin Said Abdullazadənin zərbəsi geridə olur. 10 maçda Qarabağ komandası tərəfindən yeganə qolun müəllifi Ayten İsmailov, 11 Turan Qasımov, 12 David Tağzadə, 15 Teylman Salmanlı. Komandanın baş məşqçi postunda isə İbrahim Salmanlıdır. Aslanlı olmalı idi əslində. Niyə bunun köməkçisi yanlış yazır? Bəli. İbrahim Aslanlıdır. Əməkdaşlarımız yanlışlıqla Salmanlı yazıb. Bizim də fikrimiz yayınlı. Hədəf olaraq meydanda mübarizə aparır göy formada Qarabağ. Ağlı yaşıllı formada isə Cənub komandası. Bu arada 2-1 geridən düşəlir. Bir dəqiqə 14 nömrədə Teylman Salmanlı, 15 yox 14. Yeni əməkdaşımız əməli başda aləmi qatıb bir-birinə. Alt yerinə yetirilir. Teylman. Təzyiq amansız şəkildədir. Bölgələrdə Cənub tərəfindən. Said Abdullazadə. Və xötrükü imza atır. Cənub komandasının kapitanı. 3-1. 2 top fərq yaranır. Teylman. Aydın yaxşı kəsdi bir rəqibini. Out. Tarıqdan yerdə Ayten İsmailova. Daviddən bəli. Az qala 4-cü qol gəlirdi. Rəqib 88 nömrədən. Teylman, Ayten İsmailov, David Tağzadə, Said Abdullazadə ilə oynayır. Said 2 rəqibdən sıyrılır, sürətləndir, 3-cü rəqibdə keçir. Said Abdullazadə bir-bir rəqibləri gəlir, bir-bir rəqiblərini geridə qoyur və top torda. Nəfəsimizi kəsdi Said. Bu qol olmasaydı Said, sən yox, mən daha çox təəssüflənərdim. 3-2. Saf fərqi bir topa inir. Cənubdan daha bir hücum həmləsi. Aydan pozulub. Teylman Salmanlıya qarşı. Teylman keçmədə ötürmə və öz geriyə götürməsini sığortaladı. Teylman Salmanlı.
Aydın İsmailov. Alto yollanır. Duvar pası uğursuzdu. Daha bir out. Gelme dala. Yapış. İyi, geçmesin. Ceylan ötürməsi Aydın İsmailova. Said. Abdullah Sahtədən geridə zərbə istədik. Aydın İsmailov. Yaxşı alınır idi. Amma ötürməsi keçmədi. Alt. Ötürməsi Saiddən müdaxilə var. Corner. Yox, out. Bak sen de gel. Qaptan zərbə. Kaldı. Vursan o yana. Dedi yana kasada. Vafsı. Tamam. Said. Və avtogol. Avtogol. Hesab bərabərləşir maçda. 3-3. Tarazlıq bərpa olunur yenidən. Təbii ki, bilə istəyərək olunur. Belə epizodlar talihsizlik, amma poker imza atır. Cənab komandasının kapitanı 4-3 etdi hesabı. Çox çəkmir, komandasını yenidən önə çıxartdı. Sen gel. Aynen sen de oyna. Allah bravo. Allah. Fabrika kule. 7 nömrənin zərbəsinə 7 nömrədən bu vaxt gəldi. Selmandan sağsın Aydın İsmailov. Ayda pozulub Aydına qarşı. Aydın İsmailov digər qapını nişan alır və mükəmməl qolu imza atır. Hesab bərabərləşdi. 4-4 cərimə zərbəsindən fərqlənir. Və top tora qovuşdu. Top tora qovuşdu David Tağızadə. Önə keçirdi komandasını. Bir anlıq gözlədiyi top tora daxil olacaqmı deyə. Gözlənilməz oldu o zərbəsi də həmçinin. 5-4. Said. Aydın. Aydın İsmailov. Hücum indi cənubdan gələcək. Uğursuz həmlə olur. Hücuma çıxmağa çalışdı Qarabağ, lakin uğursuz həmlə olur. Digər sınağa ötürmə gəldi Aydın İsmailov. Toxunuş edə bilmədi.
Və Said Abdullazadə hesab fərqini 2 topa qaldırır. 6-4. Geri dönüş etdilər. Fərqi də bir qədər açırlar. Top meydanı tərk edir. Və top da oradadır. 6-5. Və indi David Tağızadə yenidən hesab fərqini 2 topa qaldırdı. David Tağızadə bugün bir qədər müəmmalı qollar var. Qəribə qolları var. Said Dabiri gəlir ondan, indirdi zərbəni, mükəmməl gol gəlir Said Abdullazadədən. Bir qədər də artır hesab fərqi. Yenə də qol silahı ateşlərini açmağa davam edir. Bir daha Said, Telman, divar pası uğursuz. Ara beni sen! Gel uçuyla! David Tağızadənin zərbəsi çox təhlükəli alında. Çərçivədən yan keçir. Aydın İsmailov. David Tağızadə. Xətrik gəlir David Tağızadədən. Xətrik. Bir də maçın havası tam fərqlidir. Aşağı desək aşağı deyil temp. Yuxarı desək o qədər də yuxarı temp yoxdur. Orta tempdə qəribə bir maç izləyirik. Ara geldi yok. Bir gol sonra. Aydın. Tirilər topu Cənub komandasına qol gəlir. Hətta maçın oyunun qəribəliyi mənim də fikrimi yayındırdı. Hesab qarışdı. Dirəklə qayıtdı top. Gel uçuyla. Gel oyna. Gel. Çimetki. Və yenə də toplara qovuşur Cənabdan. Said. Oho, bu dəfə dirəyə tuş gəldi top. Ular İçmet. Foul qərarı var. Saidə qarşı qayda Foslov. Telman. David. Yeniden Telman. Geçin lan.
İtirdi topu Salmanla. Cənub komandası isə qola imza atır. David. Daha bir gol Cənubda. Nələr baş verir oyunda? Tarazlıq bərpa oldu. Hesab bərabərləşdi 9-9. Sihran bax, qəribə bir oyun gedir. Nələr baş verir? Qollar bir anlıq gəlmir, gəldikcə də arda-arda gəlir. 1 dəqiqə 2 gol, 3 gol. Belə bir qəribə hava var. Aydın İsmailov. Top meydanda qalmalı. Aydın İsmailov diyeceği kaptı, nişan alır ve gol. 19 olur hesap. 10 nömrədən komandasının 10-cu qolu gəlir. 9-10. Digər qapıya zərbə. 10-10. Hesab bərabərləşdi. Yəni belə hesablar olan maçda atmosfer niyə belə qəribədir? Yəni izah edə bilməyəcəyim tərzdə bir qəribəliyi var. Hələ heç vaxt şəxsilik karyeramda mən belə bir vəziyyətə düşməmişdim. Qarşılıqlı top itkiləri var. Bu bir qədər açın qəribəlik yaradır belə oyuna. Bu arada zədələn oyuncusu var Cənub komandasının heyətində. Ümid var ki, zədəsi ciddi deyil. Aydın İsmailov. İsmailov! 11-17 hesabı Aydın. Yeniden öne çıxır Qarabağ. Zor məsafədən qüvvətli zərbə. Çərçivədən yan keçdi. Teğmen Salmanla itirdi topu ve top sonra qovuşur. 11-11. Said. O da yaxaladı uzaq məsafədən, amma çərçivədən yan keçir. Said. Diğer kapını nişan alır. 12-11 olur hesap. Said Abdullahzadə yenidən önə çıxartdı komandasına. Ay. Yenə də bir top önə çıxır. Sonra tarazlıq bərpa oluna bir top önə çıxır. Məncə tilsim qırılacaq. Az qala. Hesab bərabərləşəcəkdi. Hansı o tilsim ki 2-3 top fərq yaradacaq Qarabağ. Bu arada şimdi ilk hissəni finalını səsləndirir. Qısa fasilədən sonra ikincisində görüşmək ümidi ilə. Hələlik deyirəm. Və beləliklə masa ikinci hissə start götürür. İlk hissəni minimal fərqlə 12-1 hesabı ilə Qarabağ komandası öndə bitirdi Cənubla mübarizədə. Maraqlı bir ilk hissə oldu. Abi havası fərqli bir ilk hissə oldu. Bol qollu bir ilk hissə oldu. Daha görə ikinci hissədə tərəflərdən Cənub geri dönüş əmrləri uğurlu olacaqmı, yoxsa Qarabağ üstünlüyünü qoruya biləcəkmi? Hüseyin Subov. Aydın. Raul Cavadla anlaşılmazlıq oldu bir qədər. İsə qayda pozulur. Möhtəşəm Said. Gözəl qola imza atır. Nə deyirik bu məsafəyə? Zərbəsində həm də gözəl qol oldu. Bu məsafə 20 manat yazar taksi məncə bu məsafədən. Said. Bəli, fərq açılır. 13-11 olur. 2 top fərq. Hüseyin Subov.
Sayid yaxşı tutlar müdafiədən Qarabağ komandası Aydın İsmailov. Bir pauza elədi. Ötürmədə yaxşı aldı. Raul Cavad indirir zərbəni amma top qapıdan yanı keçdi. Sərbə. Ömer! Dolu yanına gel. Ömer! Serbest kapıya gel. Ülke dolu yanına. Açma. Bravo! Aydın ötürməsi. Sayid geriyə doğru Hüseyin Usubov. Aydın. Keçmədə ötürməsi. Digərsini atlanıb yerinə yetirəcək Qarabağ. Sayid. Ötürməsi Toraqovic'sa belə və təbii ki qol qeydi alınmır. Altdan biri başa. İkinci toxunuş olmadan qapıya daxil olduğu üçün. Sakladı topu. Ömer! Raul Cavad. Təzyiqlər əvəs yeri oldu. Ayağa bak Rauf'u, ayağa. Sen gel. Kime doğru geldin? Aydın. Ünvana çatmır ötürmə. Ömer oyundu. Gir. David Tağzadə. Tağzadədən geridə götürmə. Raul Cavad. Daha bir out. Və top Toraq olmuşdu indi. Bir topa inir. Və hesab bərabərləşdi. 13-13. Ara ötürməsi Saiddən Raul Cavad üçün sürətli idi bu ötürmə. Raf gel yapına, apar gel. Git gel. Ola. Aydın, Hüseyin, Said, out. Saidin ötürməsi ünvana çatmır, qapıdan zərbə. Ömer gitti de ha? Söyle olsun ki. Ola. Yaxşı elsin. Hüseyin Usubov. Said. Ömer adlı kimi? Ömer başla. Alt qazanırlar. Qarabağ komandası, daha doğrusu Cənub komandası. Aydın İsmailov imkan vermədi rəqib 88 nömrənin keçməsinə. Ötürmə Raul Cavad. Raul Cavad! Gol gəldi. 14-13 olur hesab. Raul. Out.
Get orayı da. Kime? Sakla da kurban olsun. Topu sakla da rahat. Allah. Get sürətlə. Allah. Cənub komandasına davet təhlükəli hücum əmləsi. Kapitanlardan zərbə gəldi, amma qapılar bağlı idi. Allah. Ha, bir de. Bir kəsdən edik. Güzdən zərbə. Saidin zərbəsi qapının üzərindən keçir. Orta. Allah, bir. Sərbə qərarı gəldi. Sahibin ötürməsi Raul'a. Raul dublə imza ata bilər. Uğursuz düzət. Alfa! Oyna! Daha bir sərbə qərarı. Topu bakın. Aydan. Subov. Aydın İsmailov. Ötürməsi olsun. Said. 2 top fərqən atdı. Said Abdulazadə. Ömer! Aydın. Ara ötürməsi möhtəşəm alınır. Raul Cavat. İstədiyi kimi ram edə bilmədi topa. Qalxısta ayağa. Kime? Hərəkətli olun. Raul uğurladı. Topu rəqibindən indirir sərbəni və top tora qonşur. Raul Cavat dubli imza atdı. 3 top fərq yaradır. Hüseyin Subov. Sınaq dəyişir. Qapdan zərbə. Top ilkisi var Subovdan. Yolla gəlir. Cənubdan. Out. Raul. Çoğudluq. Raul Cavala qarşı. Aydan. Yaxşı fırlatmışdı. Amma qeyridə qalınır zərbə. Bu dəfə Raul Cavaldan qeyridə zərbə izlədik. Qapıdan zərbədə top oyuna daxil olacaq.
Abi serbest zərbə gəldi. Bir dənə at kafanda sonra vur. İkinci topunuşda. Oyuncuya! Yaxın oyna! Kapı olmaz, haydi kapı olmaz. Alfa. Bir, ikincide elə. Hə, bir, elə. Kana gel, kana gel. Və top tordadır, bəli. Sık, 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 vur, sık. Bravo Kenan. Kenan. Kime? Sen. Get Kenan, Allah. Bravo. Dabir reyd və deyəsən Dabir qolla gəlir. Bəli, 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 gəldi qol. Oy gol. Sık Kenan, sık. Adına kim Kenan? Ara ötürməsi möhtəşəm anlar və top torada qovuşdu. Deymədi Aydın İsmailov. Toxunmadı topa, Aydın aktinə yazılır. Allah! Qollar yağmur kimi yağır. Oha, 17-17. Hesaba fikir verin. 17-17 olur hesab. Az nə çox 34 qol var maçda. Ne değdi orada? Amansız mübarizə gedir, artıq dəqiqələr geçir, azalır. Allah Allah. Küzdən zərbə. Və Hüseyin Usubov risk etmir. Uzaqlaşdırar, amma top bir anda qapıya istiqamətlənmişdi, elə zənn etdi, lakin yəni ki, istiqafdan. Ayhan bir. Allah ikinci top. Ayhan. Said dirək mane olur qola. Köyden birden. Dirəkdən meydanı tərk etdi. Bir, iki, onlar köyden. Sökek seçme. Yegiz çizde. Altı yollandı, uğursuz ötürmə. Yakın oyna. Yakın. Yakın. Bak. Senden. O senden. Senden o. Kaç oyna. Bir. Ayha. Zoom. Rafa bak. Git Rafa. Rafa git. Hüseyin Usubov. Keçmədə ötürmə. Bu zərbəyə qoyuldu. Oy oy oy, kritik bir müdaxilə Saiddən. Tarazlıq pozisyon qolun qarşısını aldı. Möhtəşəm müdaxilə. Nihat, nələr baş verir? Şu davam edir. David zərbə, 7 nömrə zərbəsindən bu dəfə 7 nömrə blok qoyur. Said ikinci oyuncusunda keçir. Hüseyin Usubovdan top meydanı tərk etdi. Üçün zərbəsi.
Daha bir təhlükəli hücum əmrəsi. Qeyri-dəqiq zərbə endirdi kapitan bu dəfə. Said və out. Topa bak. Oyuncuya bak. Said. Bir reis gəlir ondan. Gol gəlir. Gol gəlir 18-17 olur hesab. Said. Topu tora qovuşdurdu. Son dəqiqələrdə tarazlıq pozan gol. Zidənin oyuncusu var, yerdə qalan oyuncusu var. Duvara ciddi deyilsə də. Oyuna yenidən davam. Qaptan zərbə. Başla. Aykan. Aykan başla. Rahat topla. Rahat topla. Rahat topla. Rahat topla. Hüseyin Subov. Güzdən zərbə. Said. Top etkisi var ondan. İndirilir zərbə dirəkdə qaçdı top. Vay. Əsiri belə soyuq havada buz vannasına necə daxil olar. Bax, elə bir buz vannası qəbul etdik yenə də Qarabağ. Son dəqiqələrdə bu dirəklə. Bu dirək Qarabağın bədənini titrədir. Son 2 dəqiqəliyiz hissənin yekunlaşmasına. Aydın'dan top meydanı terk edir Altı Cənabon. Daha bir out. Zərbə indirilir, yenə dirəyə düşəldi top. Said. Top orta 18-18 hesab bərabərləşir. Said. Raul Cavad. Alt düşə cinahda. Oyna Kenan! Aydın İsmailov və top qapıdan yan keçir. Ayhan, ilk oyna! Eləmə, rahat eləmə orada! Rahat eləmə! Bu dəfə zərbə çərçivədən aralı keçir. Son saniyələr. Son saniyələr demək olar maçda. Elə 1-2! 1 olar uzun! Get rahat! Və nə baş verəcək və 18-19 Cənub komandası önə çıxır. Və bu qoldan sonra da final maçı, final fiti səslənir. Cənub komandası Qarabağ üzərində minimal fərqlə qalib gələrək 3 xal aktivlərini yazdırır. 18-19 hesabı ilə qalib gəlirlər. Və biz də reportajımızı sona çatdırırıq. Oyun boyunca sizləməydim şəxsində Seydər Hüseynli növbəti maçlarda, növbəti turlarda görüşmək ümidilə. Sağ olun, salamat qalın.